alır. Burada yoldaşınız orada izah elədi. Mən bayaqları videoda da göstərdim. Bu rektifikasiya kolonunda temperaturdan asılı olaraq distillə prosesi gedir və fraksiyalar ayrılır. Fraksiyaların adlarını da biz bildik. Benzindir, qazoldur, dizeldir, likroindir, kerosindir və sonda qalan qalıq isə mazotdur. Və burada isə onlardan nədə istifadə olur, onlar göstərilir. Baxın, burada göstərilir, nədə istifadə olunur. Misal üçün, benzin bilirik ki, maşınlarda yanacaq kimi istifadə olunur, kerosindən təyyarələrdə yanacaq kimi, mazotdan dedik ki, müəyyən maddələr, ayaqqabı mazları, xüsusi kraskalar və s. istifadə olunur. Və bundan da dedik ki, baxın, burada da göstərilir, asfalt çəkilməsində və istifadə olunur. Davam edək. Bu da həmin o proseslərdir. Və bayaq mən sizə dedim ki, karbonların tərkibi hər fraksiyada fərqli olur. Baxın, birinci fraksiyada 1-dən 4-ə kimi tərkibli karbon olanlar. Bunlar 40 dərəcə Selsidən aşağı temperaturda ayrılır. Sonra gəlir 5-12 dərəcə, 42 dərəcə Selsidə. Sonra gəlir tərkibində 12-16 karbon olanlar. 175-275 dərəcə Selsi və 15-18, 250-400 dərəcə, 17-dən yuxarı isə 300 dərəcə Selsi və sonra isə 350 dərəcə Selsi. Aha, tətbiqini də biz dedik sizlə. Bunları yadınıza saxlayın, ola bilər ki, yenidən bunlarla bağlı sizə suallar verir. Benzindən avtomobillərdə istifadə olunurdu, likroindən, kerosinən isə başqa maşınlarda istifadə olunur. Uşaqlar, ümumiyyətlə neft emal olunanda, bilirsiniz ki, ən çox dənizlərdə emal olunur, xüsusi neft yataqları, orada neft savunmalar. Bu bəzən olur ki, müəyyən qəzalara səbəb olur və bu zaman nə baş verir? Bu zaman orada olan canlılara çox böyük maneələr görəlir. Bunların tənəffüsünə maneələr görəlir. Bu haqda nə deyə bilərsiniz? Kimlər deyə bilər? Aha, neft dedik ki, bir təbəqə əmələ gətirir. Əgər bu neftdə hər hansı bir orada qəza baş verərsə, təşəkkür edirəm, düzdürsə xəylər. Və o əmələ gətirdiyi o nazik təbəqə dənizin üzərində. Orada olan canlıların tənəffüs etməsinə mane olur və onların hətta məhvinə səbəb olur. Ona görə də ehtiyatlı olmaq lazımdır. Burada da həmin baş verən qəzaları göstərmişik. Burada qəzalar zamanı nə baş verir? Neft əgər harada çıxarsın, okeanda çıxarılırsa da okeanı çirkləndirir. Haradasa orada. Və belə bir araşdırmalar aparılır ki, hər il okeana 2,5 milyon ton neft atılır. Bu da çox pisdir və orada deməli nə qədər canlıların məhv olmasına səbəb olur. Ona görə də ehtiyatlı olmaq. Neftin özü dənizdən çıxarılır. Dənizdən çıxarılma zamanı dənizə çıxarılır. Yox, neftin özünün xüsusi yataqları var, dənizin özündə olur. Onun xüsusi çıxarılma yerləri var. O bütün dənizə yayılır ki, özünün çıxarılan quyular var, neft quyular. Orada o neftin çıxarılması üçün xüsusi avadanlıqlarla orada inşa olunur həmin o neft ayırma zavodları. Və o ayırma zavodlarında qəzalar baş verəndə dənizin özünə tökülədir. Bu isə çox pis halda seçilərini, doğan canlılara mənfi təsir göstərir, onların mənfi səbəb olur. Növbəti sualımız kimə düşmüşdür? İkinci emalımız. İkinci emalımız, dedik ki, birinci sonra qatardır. İkinci isə düşmüşdür. Buyurun. Aha. Neft prosesinin daha yüksək temperaturda alınmalıqda sıxımlı qüsürləri daxil ediləcəyinə etin, asetin və aromatik karbonhidrogenlərin benzol, tolol əmələ gəlişi bu növü pirizol, piroliz adlanır. Piroliz yüksək temperaturda 700 dərəcə hava daxil olmadan üzgün maddələrin parçalanmasıdır. Aha. Təşəkkür. Başqa əlavələriniz var? Deməli, niyə biz neftin təkrar emalına ehtiyac duyuruq uşaqlar? Çünki neftin ilkin emalında benzinin çıxımı olur 20%. Amma bilirsiniz ki, nə qədər maşınlar var, nə qədər bizə daha çox yanacaq lazımdır. Ona görə bizə lazımdır ki, benzinin çıxımını artıraq, daha çox məhsullar əldə edək. İlkin fraksiyalarda bu az olur. Və burada əlavə maddələr də olur ki, bu da bizim lazım olan ehtiyacımızı ödənir. Ona görə